Biraz sual yağışına keçək. Əlvan metalların bəzəməsindən görüm kim tez və dərhal yazacaq. Əlvan metalın hansı bəzəmə üsuludur ki, səthə möhkəmlik verir? Tez və dərhal. Tez və dərhal, tez və dərhal. Deməli, xromlama, yaxşı. Növbəti sual. Səthə parıltı verən hansı növdür? Bəs əlvan metallardan söhbət gedir. Səthə parıltı. İlk düz yazanların adını oxuyacağım. Kim idi? İndi düz yazan Rəna müəllim idi. Gümüşləmə. Aha, afərin. Növbəti tez və dərhal deyin görək. Sizə deyəcək ki, nə? Zərgərlik məlumatlarının bəzənməsində ən çətin üsuldur bu. Tez və dərhal. O qədər sürətdən yazırsınız ki, birinci yazanı tuta bilmirəm. Aha, yaxşı. Mina çəkmə olsun. Mənə deyin görüm. Mina patinədir. Kimsə patin yazmışdı. Hə, yazıqlar olsun. Çıxın çölə. Növbəti sual. Deməli. Rəna müəllimə deyir, mən yazmışam. Heç də gözdəydi. Bir dəfə tez yazdı. İndi. Aha. Tez və dərhal deyin görək. Təbii oduncağın hansı bəzəmə üsulu idi ki, dedik o kustar istehsalda, primitiv, əldə qayırma. Bunlarda o bəzəmə üsulundan istifadə olunurdu. Bu olacaq məxsusi, afərin. Tez və dərhal deyin görüm. Plastik kütlənin hansı növü idi ki, dedik bundan nə hazırlanır? Deyin görüm, şprislər, yoğurt stakanları, vedrə, ondan sonra butulka qapaqları. Aha, polipropilen, yaxşı, afərin. Mənə deyin görüm, hardan deyin. Qapıların yuxarı aşağı açılmasını təmin edən bərkitmə növü hansı idi? Qapıların yuxarı aşağı açılmasını təmin edən. Aha, yuxarı aşağı həncamalı mebel kronşteyni. Yaxşı. Çaşqada görürəm orada. Eybi yox, olsun. Yazıqlar olsun. Çaşqa həncama nə üçün idi? Qapıları gövdəyə bərkidən. Elə bilməyin ha. Çox uzun oldu mənim yazdığım Səidə müəllimə. Hə, gördüm sizin də yazdığınızı. Növbəti sual. Bəlkə bir dənə tez perovat eləyək 6-cı sinifə. Tutaq ki, Nuray. Divarda rəhbər kidib və daxili mildən. Bu görünən üsuldur, yoxsa görünməyən? Tez və dərhal. Daxili mildirsə. Bu görünməzdir, doğrudur. Dərhal keçirik 7-ci sinifə. Mənə deyin görüm. Hər növbəti tikiş əvvəlkinin ortasından başlayır. Tez və dərhal. Aha, doğrudur. Deməli, orada nəsə yenə qabağa da gördüm elə bil. Eybi yox, nəzərimdən qaçmır. Su tikişi yazanlar doğrudur, afərin. Növbəti sual gedirik. Yaşlı inək öküz ətinin rəngin yazın. Yaşlı inək öküz əti. Yaşlı inək öküz əti. Demişdik hansı rəngdədir? Al, qırmızı yazanlar doğrudur. Dərhal baş çəkirik hara? Bizə deyin görək. Masanın ayağının yuxarı hissəsinə çat var. Əsas o çat hissəyə hansı sıxac bərkidilir? O sıxacın adını yazın görüm. Əsas çat olan hissəyə hansı bərkidilir? G şəkilli. Afərin, doğrudur. Yox, mənim açıqlaya bir cavablar yazdım. Deməyim, bir dənə G yazıb göndərirlər. Belə əziyyət çəkməyini, belə çox əziyyətə düşürsünüz. Bir dənə G yazıb göndərirlər. Yaxşı. Növbəti sual gəlir sizə hardan? O hansı qəhvəüydən idi ki, dedi ki, onun əlavə funksiyaları var idi. Şunuru yığmaq üçün bölmə, işləyən zaman qapağını açan avtomatik sönmə. Tez və dərhal bu olacaq. Bıçaqlı, yaxşı, afərin. Növbəti sual hardan gəlsin sizə? Hardan gəlsin? Mənə deyin görüm. Dedik, itirilən enerji xərclərini bərpa edir. Tez və dərhal. İtirilən enerji xərclərini bərpa edən deyəndə nə götürürük? Bu olacaq karbohidratlar. Yaxşı. Növbəti sual gəlir sizə